16 üstü 25 çıxılsın 8 üstü 20. Onluq ifadəsinin ikili say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından necə fərqlənir? Bir dənə onluq ifadə verib, həmin onluq ifadə keçməlidir ikili say sisteminə. 16 üstü 25 çıxılsın 8 üstü 20 onluq ifadəsi. Əgər bu ikili say sisteminə keçəcəksə, deməli, burada 16 üstü 25 yox, 2 üstü neçəsə görməliyik. 8 üstü 20 yox, 2 üstü neçəsə görməliyik. Ona görə də birinci növbədə hər ikisini ayrı-ayrılıqda ikili say sisteminə keçirək. 16 üstü 25-i necə keçirəcəyik? 16-nı yazacağıq 2 üstü 4 kimi. Onun da üstü 25. Bərabərdir 2 üstü. Qüvvətin qüvvət xassəsinə görə 4-ü vuracağıq 25-ə. O da olacaq 2 üstü 100. Bu keçdi. 8 üstü 20-ni keçirək. 8 üstü 20 bərabərdir. 8-i yazarıq 2 üstü 3 kimi. Onun da üstü 20. Bərabərdir 2 üstü 3 vurulsun 20. O da bərabərdir 2 üstü 60-a. Hər ikisi ayrı-ayrılıqda ikili say sisteminə keçdi. İndi 2 üstü 100-dən çıxmalıyıq 2 üstü 60-ı ikili say sistemində. 2 üstü 100 ikili say sistemində bir yanında 100 dənə sıfır deməkdir. Əməlli başlı böyük ədəddir. Bir yanında 100 dənə sıfır. 2 üstü 60-da bir yanında 60 dənə sıfır deməkdir. Bir yanında 100 dənə sıfır 101 rəqəmli ədəddir. 2 üstü 60 da bir yanında 60 dənə sıfır 61 rəqəmli ədəddir. 101 rəqəmli ədədi düzəcəyik. Onun da altından çıxacaq 61 rəqəmli ədədi. Gör nə qədər uzun çəkəcək. Amma bu misalda 2 üstü 100 əvəzinə də, 2 üstü 60 əvəzinə də üstlərin əvəzinə balaca ədədlər yazacağım ki, mənasını açıq şəkildə başa düşək. 2 üstü 100-ün yerində, 100-ün yerinə yazacağım 2 üstü 10 çıxılsın. 60-ın yerinə də yazacağım 6. 2 üstü 10-dan 2 üstü 6 çıxırıq fərz eləyək ki. Bərabərdir. 2 üstü 10 ikili say sistemində bir yanında 10 dənə sıfır deməkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Çıxılsın. 2 üstü 6 da bir yanında 6 dənə sıfır olan 7 rəqəmli ədəd. 1 yazdıq. 0, 0, 0, 0, 0, 0. İndi alt-alta çıxacaq. 0-dan 0-a çıxacağım 0. 0-dan 0-ı 0, 0, 0, 0, 0. Bura kimi sıfırlar olduğu kimi qaldı. Bu mövqedən başladıq. Bu 0 çıxılsın bir mövqesindən başladıq. Borc ala-ala gəlməyə. Bu birdən, ən başdakı birdən başladıq. Gəldi, axırda sıfırda dayandı. Bu onluq say sistemində sıfırdan 1 çıxmaq üçün necə eləyirdik? Ən başdakı ədəddən onu borc alırdıq, gətirirdik, qoyurduq bu. Burada dayanan sıfırın üzərinə ondan 1 çıxırdıq, bura yazırdıq 9. Amma burada belə deyil, ikili say sistemidir. Burada 2-dən 2-ni borc alıb qoyacaq sıfırın üzərinə və 2-dən 1 çıxacaq. 2-dən 1 çıxanda 1. Burada 2 idi, qaldı 1. Burada 2 idi, qaldı 1. Burada 2 idi, qaldı 1. Burada da 0 qalır, artıq 0-ı yazmıram, mənası yoxdur. Alındı 4 dənə 1, 6 dənə 0. İndi başqa birisini yazaq. 2 üstü 7 çıxılsın, 2 üstü 5-i yazaq. 2 üstü 7, bir yanında 7 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5, 6, 7 çıxılsın. 2 üstü 5, bir yanında 5 dənə 0. İndi bunu çıxın. 0-dan 0-ı çıxıram. 0, 0, 0, 0, 0. Yenə baxın, 5 dənə 0-a kimi heç bir 0 dəyişmədi. Olduğu kimi qaldı. Bu 0 çıxaq 0 çıxaq 1 olan hissədən artıq 2-ni borc ala gəldi. 2-dən 1 çıxırıq 1. Burada 2 idi, yerində qaldı 1. Burada da 0 yazılır. Burada da 2 dənə 1 alındı, 5 dənə 0 alındı. Bu 5 dənə 0, bax bu 2-nin üzərində olan 5-dir. Həmin bu 5-ə qədər sıfırlara dəyilməmişdir. Ona görə 5 dənə 0. Amma baxın 7-dən 5 çıxanda alıram 2. Bu 2 də birlərin sayını verir. İndi bura baxın, 2 üstü 10 çıxılsın 2 üstü 6 ifadəsinə. Bu 6-ya qədər sıfırlara dəyilməmişdir. Olduğu kimi qaldı sıfırlar. Deməli 6 dənə 0 olmuş oldu. Ondan 6 çıxanda 4 verir. Həmin bu 4 də birlərin sayını verir. Fərq bizə birlər verdi. Burada da 2 üstü 100 çıxılsın 2 üstü 60 ifadəsində də neyniyəcəyik? 100-dən çıxacaq 60-ı, qalacaq 40. Bu 40 bizə birlərin sayını verir.
Amma burada da 60-cı sıfıra qədər biz dəyməyəcəyik deyə sıfıra, 60 dənə də sıfır olduğu kimi qalmış olacaq. Və misalda 60 dənə sıfır alındı, 40 dənə də 1 alındı. İndi soruşur ki, bu yazılışda sıfırların sayı birlərin sayından necə fərqlənir? Baxaq görə necə fərqlənir. 60 dənə sıfır var idi, 40 dənə də 1 var idi. 60-dan 40-ı çıxarıq, 20 olar. Yəni sıfırlar birlərdən 20 vahid böyük oldu.